Azərbaycan cəmiyyətində bildiyiniz kimi Azərbaycan nefti, Azərbaycan demək ki, qazı iqtisadiyyatımızda əsas aparıcı qüvvə kimi, yəni ölkəmizə gəlib gətirən sahələrdən biridir. Qeyri-neft sahəsində inkişaf elətdirdik, qeyri-neft sahəsində inkişaf elətdirdik, gəlirlər gətirməyə başlayır. Bu sahədə və mən çox şadam ki, bizim burada əyləşmə şəxslərimiz həm yaradıcı insanlardır, həm nəzarət insanlardır. Bilirsiniz ki, bizdə əsərləri yaradanlar var, rəsm əsəri yaradanlar var, bəstəkarlarımız var. Eyni zamanda bizdə bir intellektual məhsul ortaya qoyanlar var. Bunun içində məqalələrimiz var, nəzərlərimiz var, bizim monografiyalarımız var. Ən gündə bizim problemimiz universitet olarak bunu demək istəyirəm ki, ülkəyə çatdıqlarımızın bizə avantajlar verirlər və biz ondan necə istifadə edebiliriz ki, biz öz əlilliyyətimizə, yəni intellektual əlilliyyətimizə sahib çıxa bilək və ona fayda edə bilək. Və bugünkü tədbirdə bizimlə birlikdə, yəni iclasımızın ən aparıcı qüvvəsi, ölkəmizin ən tanınmış şəxslərindən biri, Bəşəyiş müəllim əsərində iştirak edir. Həmən ictimai birliyi hərəkətidir. Burada iştirak edənlərdən misal ürəyimizdir. Azərbaycan Respublikası Ərkin Mülkiyyət Agentliyimizdə Ərkin Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin şöbəliyimizdir. Bizim öz təmsilçimiz burada Aydın Kərimov Üniversitesi bizim quşnasımız illərdir bizə dəstək göstərir, hüquqi məsələlərlə bağlı. Tofiq müəllim Həsənov burada iştirak edir. Hüquqi Tədqiqat Mərkəzinin İctimai Birliyinin sədr müavinidir. Və mən gələn qonaqlarımıza xoş gəlmisiniz deyirəm. O məndə gözəl yoxdur, ona görə üzrlü bilin, siz də xoş gəlmisiniz. Müəllimlərimiz də xoş gəldik. Mən hesab edirəm, bu bizim görüşümüz çox faydalı olacaq. Hamımız burada bir nəsə əldə etmiş olacaq. İndi isə icazənizlə mən sözü verirəm Bəşəyiş müəllimə. Bəşəyiş müəllim, buyurun, xoş gəlmisiniz. Böyle bir sanat ozanlar çok bölmezler. Bugünleri burada yapan çok hoş sözler dedi. Ama bizim qeyri-hökumət təşkilatı olaraq əsas məramımız, məqsədimiz nədən ibarət? İstəyərdim onunla bağlı məlumat vereyim. Əvvəla sizin hamınızı sabahki gün, yəni sabah müəllif hüquqları və kitab günüdür. Güzəyə 26-sında da Ümumdünya Müəllif Hüquqları günüdür, mülkiyyət hüququ günüdür. Ona görə də bu münasibətlə sizi təbrik etməsindən bir qismətdən də layihəmizin icrası gəlib bu dövrə təsadüf edir. Bizim cəmiyyətimizdə şükürlər olsun, bugün suveren ərazimizi bərpa etmişik. Bugünləri azad şəkildə dünya siyasətində öz yerimiz, öz sözümüz var və bildiyiniz kimi həm 20-ci ildə, həm də 20-ci ildə 2-ci Qarabağ müharibəsində və 23-cü sentyabrında isə terror əməliyyatı nəticəsində Azərbaycan ərazi bütövlüyü təmin olundu. Ali Baş Komandan başda olmaqla bütün əsgərlərimizə, bütün Azərbaycan ordusuna minnətdarıq və bu azadlığı, bu suverenliğimize hizmet edən şəhidlərimizə bir borcumuz var. Ona görə sizdən rica edirəm ki, tədbirimizə başlamazdan əvvəl şəhidlərimizi bir dəqiqə xidmətinə götürün. Gəlirləri var. Düzdür, Oktay Məhəmməd, Amerika Kino Akademiyası. Azərbaycanda ancaq həmidə onları var oran sədir, bir yer yoxdur. Həm də qanun qazanmaq üçün gedir, rola təşkil edib pul qazanır. Bu çox biabırçı bir vəziyyətdir. Halbuki şəxsi köçürmə ilə bağlı müəllif hüquq və əlaqəli hüquqlar haqqında qanunun 17-ci maddəsi var. Oktay müəllim, oradan siz də pul almaz. Ölkəyə gətirilən, baxın, bu suallarını çox yaxşıdır, mən dəfələrlə işıqlandırmışam, o da ancaq alınır. Ölkəyə gətirilən bütün hansı videolar, televizorlar, bütün maddi daşıyıcılarda ondan müəllif hüquqları əsərlərinə baxmaq olar. Telefonlar, kompüterlər, hamısı fləşkələr, hamısına 0.5%
verilməlidir kimlərə? Kino əsəri müəlliflərinə, aktyorlara, ifaçılara, anaqlam istehsalçılarına. Ancaq bugün bizim ölkəmizdə, məsələn, kino gildiyə, mən niyə deyirəm maddi resurs, inzibati metodumu? Kino rejissor gildiyası bıraxdılar qabağa, mən də bilirəm də, bəzi məhkəmələr bu işlərlə oynaya bilir. Orada iddia qaldırdılar ki, müqavilə bağlamaq öhdəliyi qoysun bunların üstünə. Məhkəmədə deyir ki, tutam ki, mülki məcəllərin 369-cu maddəsinə görə müqavilə azadlığı var. O, məcbur edə bilməz. Halbuki qanunda başqa ifadədir, müstəsna, istisna olan hallar var. Mən ona istisna deyim. İnzibati resurs olsa, çıxar deyən bu sahədə plenum qərarı olmalı. Verilsin məhkəmə təcrübəsi, ümumiləşdirilsin burada. Ona görə mən mütləq inzibati resurslar məsələsi ilə bağlı. Mən sizdən inciyə bilərəm. Əvvəl inciyə xanım, sonra Bəşir sonra da Şərman. Mənə hələ söz mənimdir. Yəni söz mənim sözümdür burada. Mən danışırdım və mən soruşdum ki, əqli mülkiyyət nədir? Siz ondan sözü dediniz. Əyrəcə bilərəm, çox sağ olun, çox bağışlayın, vaxtınızı aldım. Sizin dedikləriniz hamısı dövlət, deyəlim, mən deyəm. Sizin dedikləriniz hamısı təbii ki, dövlət orqanlarının görəcəyi işlərdir, parlamentin görəcəyi işlərdir, ayrı-ayrı dövlət qurumlarının bir-birinin qarşılığı işlərdir. Onların bütün bunun hamısı, bu cavan oğlan nə dəxil? Yəni bugünkü auditoriyada bunun dəxil gözləri yoxdur. Ona görə də mən istəyirəm ki, biz onu əvvəlcə ona deyək görə hələ bu cəmaatımız, cəmiyyətimiz əqli mülkiyyət hüququnun nə olduğunu bilirmi? Bax, indi mən bunu öz sözümü sübut etmək üzrə istəyirəm. Sübut etmək üçün deyil. Əqli mülkiyyət insan təfəkkürünün məhsuludur. Düzdür, hamımız bilir. İndi bax, hər şeyi bilirik, amma bir şey bilmirik. Mən, öz istəyirəm, mən burada durmuşam. Mənə həm insan deyirsiniz, həm adam deyirsiniz. Mən kiməm? Bax, mən bu durumda, homo sapiens deyirsiniz, bax, şuurlu canlılar, mən insanım ya adamam. Yəni, bizim dilimizi, o gün Prezident Akademiya çıxışıyla dedik ki, Azərbaycan dilini öyrənmək lazım. Biz onu bilirikmi? Bax, mən adamam ya insanım, bax, deyil. Bax, sən yaxşı deyəsən, bax, mən nəyəm? Adamam ya insanım. Adam. Şəxsiyyət. Siz o deyil adam, siz deyirsiniz şəxsiyyət. Baxın, yəni eyni deyil də, bunların ikisi eyni olsaydı, adamla insan. Alman mənim gerçək yerdə yeri görürüm. Sən adam və mənim olsansa, hər ikisi gözəl. Ayşə, deməli. İndi baxın, yəni niyə bunu deyirəm? Mən bunu deyirəm ki, biz dediyimiz, baxın, Azərbaycanda əqli mülkiyyət hüququnun formalaşması üçün mütləq əqli mülkiyyət sahəsində olan terminlər, ifadələr, anlayışlar cəmiyyətimizdə oturuşmalıdır. O oturuşmasa bizim təfəkkürümüz inkişaf eləməyəcək. Təfəkkür inkişaf eləməyəndə proses özü olmayacaq. Proses olmayanda ictimai münasibətlər olmayacaq. İctimai münasibətlər olmasa onların pozulması halları baş verməyəcək. O da olmayanda məhkəmə işi olmayacaq. Yəni biz bunu, Bəşir mən demişkən, ibtidaisindən başlayırıq ki, baxın, deməli o insan adamı deyim ki, yadınızdan sonra çıxmasın belə. Adam qədim Yəhudi sözündən götürülüb, Adəm eşitmişsiniz, yaranmış deməkdir. İnsan ərəb sözüdür, üns sözündən götürülüb, ünsiyyətə girən, əlaqəyə girən. Hər bir yaranmış o zaman adam olur, məsələn, Tarzan meşədə yaşayanda adamıdır, elə ki, cəmiyyətə gəldi, elə ki, insanlarla görüşdü, başqalarının ictimai münasibətlərə girdi, oldu insan. Yəni, bax, bu indi bax, yəni biz bugün əqli mülkiyyətin insan təfəkkürünün, yəni insan təfəkkürü isə ancaq cəmiyyətdə formalaşır. İnsan təfəkkürünün cəmiyyətin də ən ciddi forması, ən ali forması dövlətdir. Dövlətçilik mədəniyyət, bütün mədəniyyətdə siz mədəniyyət işlərsiniz. Bütün mədəniyyət növlərinin içərisində ən ali mədəniyyət dövlətçilik mədəniyyətidir. Bütün mədəniyyət növləri hamısı insanlar arasında münasibətlərin, həmin o ictimai münasibətlərin gözəlləşməyinə, cilalanmağına, yüksək olmağına, mənəviyyatı, zəngin olmağına xidmət edir. Rəssamlıq, kino, teatr, bədii əsər, elmi əsər və s. Amma yeganə dövlətçilik mədəniyyəti həmin ictimai münasibətləri qoruyur və onu qoruyur və inkişaf elətdirir. Yeganə dövlət. Ona görə də burada Əkbər müəllimin dedikləri dövlətçilik mədəniyyətinə aid olan məsələləri biz cəmiyyətin özünə yendirməliyik. Və indi dövlət qanun qəbul edibdir, konstitusiya qəbul edibdir. Amma bizim insanlarımız bunu bilirmi? Bax, məsələn, mən istəyirəm deyəm ki, niyə əqli mülkiyyət bugünkü cəmiyyətimizdə, bugünkü dünyada bu qədər dəyərlidir? Bax, əqli mülkiyyət niyə bu qədər dəyərlidir? Çünki dünya ağlın üstündə qurulub da, əvvəlki deyib ki, külünü götürdük, biz Sovet dövründə götürdük, oraq çəkici götürdük, oraqla döydük, kiçiliyi oraq çəkicilə döydük, nə bilim,
Kuval vardı, kuvaldan belə idi. Sonra traktor gəldi. Bütün bunlar hamısı indi əqlə gəlibdir. Bugün dünya artıq süni intellektin üstünə gəlibdir. Bugün informasiya texnologiya inkişaf edibdir. Bir knopkanı basmaqla böyük bir dünyanı kəşf edirsən, əldə edirsən. Bax, bu mənada biz gərək bu zamanın dəyərlərini başa düşür, insanlarımızı ona hazırlayaq, ona gedək. Bax, məsələn, mən həmişə bir şey deyirəm, sorğanlıq xoşuna gəlir. Mən bir sual verirəm, məsələn. Deyirəm ki, bax, dünyada ən güclü, ən canlı olan heyvan bu dinozavrlar. Dinozavrdan böyük heyvan hər yer kürəsi tanımır. Deməli, onun zirehindən lazer şüası keçmir. Suyun altında qalır, göydə uçuşa bilir, torpaqda yaşaya bilir və s. Amma buna baxmayaraq, dinozavrlar məhv oldu, getdi. Amma qarışqalar, kəpənəklər, zərif cücülər hamısı qaldı. Niyə? Niyə? Məhv oldu, getdi kəpənəklər, dinozavrlar. Amma kəpənək qaldı ki, kəpənək hansı ki 3 günlük ömrü var, ondan sonra məhv olur gedir. Bax, niyə? Peşin demək, Toxan deyə görüm niyə? Həyat zamandır. Qorulanlardan ki, Deməli, baxın, mühit dəyişdi, dinozavrlar dəyişə bilmədi. Amma başqa cücülər dəyişə bildilər. Deməli, heç də güclülər qalib gəlmirlər. Qalib gələn həmişə dəyişməyi, zamana, dövrə, təbiətə, həyata uyğunlaşmalı bacaranlardır. Bu xalqda da belədir, dövlətdə də belədir, insan da belədir. Bugün dəyişən zaman kapitalizm gəlibsə, biz kapitalizmin dəyərlərini anlamalıyıq. Biz dəyişən dünyada süni intellekt gəlirsə, biz onun dəyərlərini anlamalıyıq. Onlara müqavimət göstərmək bizim məhvimiz olar. Biz dinozavr gününə düşərik. O mənada bugün əqli mülkiyyət hüququnun, əqli mülkiyyətin əhəmiyyətini bilmək, anlamaq və onu öz həyatımızda, xüsusən də yaradıcı insanların öz həyatında, mən mani olsam deyilər, deməli, öz həyatında tətbiq etməsinə, düzgün tətbiq etməsinə çalışmaq lazım. Bax, bugün bizim bu dediklərimiz, danışdıqlarımız, bu söhbətimiz insanların əqli mülkiyyətinin inkişafını, əqli mülkiyyətindən mal kimi, vəsait kimi, əmlak kimi istifadə etməyindən daha çox onların təfəkkürünə təsir etmək və belə bir hüququn olduğu, belə bir prosesin o getdiyi və dünyanın üzünün o tərəfə getdiyini cəmaata göstərməkdir. Və bunu da bağlayacaq gələcək təbii qanunvericilik, bazası formalaşacaqdır və s. Digər məsələ, əqli mülkiyyət hüququnu ona görə müarifləndirməsi vacibdir ki, əhaliyə çatdırmaq vacibdir ki, əqli mülkiyyət hüququ, deməli, bizim qanunvericiliyimizdə belədir ki, əqli digər hüquqların hamısını insanı, mən əgər kimsə döysə, mən polis gələcək, siz şikayət verəsiniz, universitet xəbər verəcək və s. Tədbir görüləcək. Yeganə olaraq bir çox cinayət əməlləri var ki, onların ancaq insanlar özləri, yəni özləri təşəbbüs qaldırmalıdır ki, onlara deməli, şahsın cinayətlərdə, şahsın nə deməkdir? Yəni, onlardan biri də əqli mülkiyyət hüququdur. Baxın, əqli mülkiyyət hüququnun müəllifi məsələ qaldırmasa, heç kim ona kömək eləməyəcək. Əqli mülkiyyət hüququnun müəllifi özü deyib, deməsə ki, mənim hüququm pozulubdur. Yəni, sən tutaq ki, məsələn, müəllimin bəstələdiyi bir mahnını hər hansı bir müğənni götürüb oxuyubsa, özü deməsə, heç kim onun uğrunda mübarizəyə getmişsiniz, ondan çalışmıyor, o əsərini qorumayacaqdır. Bax, buna görə əhalinin maariflənməsi, xüsusən də yaradıcı adamların maariflənməsi Azərbaycan cəmiyyətinin inkişaf etməyinə, mədəniyyətimizin inkişaf etməyinə, bizim dünyaya inteqrasiya olunmağımıza, bizim öz həyatımızı qurub, öz yaradıcı əsərlərimizi, öz rifahımızın inkişafına kömək etməyinə deməli biz çalışmalıyıq. Bax, bugün bizim rəssamlarımız var ki, onlarla rəssamlarımız öz əsərlərini yaşaya bilmez. Və bax, gözəl istidatlı rəssamlardır. Onlar öz malını bazara çıxara bilmirlər, xarici bazarlara gedə bilmirlər. Bax, rəsm əsərlərinin sayəsində çoxlu plagiatlar var. Mən bildiyimə görə Şeymi xanım bu sahədə mütəxəssislərdən biridir. Mən istəyərdim Şeymi xanım bu yerdə elə bura müdaxilə eləsin və sözünü desin ki, o çox qiymətli bir əsərlə yazıbdır. Hörmətli həmkarlar, Sevil xanımı tanıyırsınız, yəqin ki, hamısı bizim prorektordan olmaqdan savayı. Sevil xanım uzun illər elmi tədqiqat işinə məşğul olub, fakültəyə rəhbərlik edib və təsviri incəsənət əsərlərinin bərpasının hüquqi əsaslarını və sənədləşdirilməsi fənnini və onun dərsliyi də yazır. Ona görə Sevil xanım burada dedikləri lap yerdə düşəcək. Sağ olun, təşəkkür edirəm. Çox sağ olun, hamınıza təşəkkür edirəm. Mən səsimə görə üzr istəyirəm. Dəhşətli qrip virusu var, qoruyun özünüzü. Bu fənn ümumiyyətlə, yəni istiqamət mənim üçün niyə maraqlıdır? Bilmirəm, indi var fəndə
təcrübəsi yoxdur, amma 3 il bundan qabaq nazirliyə getmədən belə. Öncə mən bu fənni tədris edirdim, 3-4 il eləmişdik. Ona görə xüsusi bir proqram da biz tərtib elədik. Çox maraqlı bir fənn idi. Fənnin adı təsviri sənət əsərlərinin bərpası və ekspertizasının hüquqi əsasları və sənədləşdirilməsi. Elə bir ki, bir neçə istiqamətin kəsişməsində olan bir fənn idi. Material bilirsiniz, Azərbaycan dilində yoxdur, akademik səviyyə xüsusilə. Ona görə ən çox müraciət elədiyim, mən adətən Amerika, Avropa, Türklər və Asiya universitetlərdə 4 dənə istiqaməti araşdırıram ki, görüm hər yanda necədir və məlum oldu ki, ən irəli getmiş bu istiqamətdə Amerika universitetlərində. Yəni, Amerikanın istər qanunvericiliyində, istər bu hüquqşünaslar yaxşı bilirlər də, İngilis haqqın sistemi var və o sistemdə çox ciddi yanaşma var müəllif hüququna və xüsusilə rəssamlıq sayəsində. Yəni, proqramı elə qurmuşdum ki, ən azı Amerikanın təcrübəsi, biz burada nə edə bilərik və nümunələr, böyük proseslər idi ki, uşaqlara izah edirdi məsələn. Bu halda restitusiya ola bilərdi, iş qaytarıla bilərdi, magistrlardan işləyirdi üstünə. Və sonra ondan doğuran, yəni, məsəl üçün, sənət sahəsində cinayətlər. Biz neyi cinayət hesab edirik? Buraya yaxında bilirsiniz, Nizami Kinoteatrına varını yazmışdılar. Əvvəldə səhv bir yanaşma olmuşdu, ona görə də o qədər sosial şəbəkələr. Yəni, ən azı təriflə, definisiyada fərq var idi ki, orada olunan qrafiti deyildi. Bu sadəcə boyayla qara cızmalar idi. Amma ilkin səsləndi qrafiti və insanlar böyük bir dalga ilə getdilər onun üstünə ki, bu anti bir sənətdir, bu sub mədəniyyətdir, kontur mədəniyyətdir. Bu da doğru deyil, bunda qadağayın. Bax, bunlar hamısı o maarifləndirmənin azlığındandır. Yəni, bugün biz qrafiti nədir, konkret onun akademik tərifi var, definisiyası var. Biz onu bir söv, o cızma qaraya da qrafiti deməyəcəkdik. Bu baxımdan ən azı, bax, elədiyiniz elə siz termin istifadə elədiniz ki, ibtidai bir yanaşma. Ən azı ibtidai yanaşma olmalıdır ki, rəssam bir əsər çəkir, eynisini başqa rəssam çəkir, biz bunu hansı halda plagiat hesab edə bilərik. Mən Ali Attestasiyada da sədr müaviniyəm bizim komissiyada və mən orada rastlaşıram ki, plagiatı konkret biz göstərə bilirik. Çünki oradakı ölçülər hesablana biləndi, ölçülə biləndi. Sadəcə antiplagiat sistemində faiz müəyyən edilir ki, 4% keçdi, artıq bu işdə orijinallıq yoxdur. Amma sənət əsərində rəssamlar daha yaxşıdır. Biz bunu izləyə bilmirik. Və bir rəssama bugün deyəndə ki, sən kimisə üslubuna bənzəyirsən və kimisə plagiat edirsən, çox təhqir kimi bunu qəbul edir və tamamən uzaqlaşır, sənətşünasla işləmək istəmir. Halbuki indi bizdə bunu spesifik biz yanaşdırırıq. Magistraturada var, biz uşaqlara skem göstəririk ki, orijinal əsər nədir, ilkin əsər nədir, müəllif təkrarlanması nədir, kollektiv emalatxana işi nədir. Bu yanaşmalar həmin o qanunda çox dəqiq göstərilir. Yəni, ölçülə bilən bir məyarlar olmalıdır. İndi mən bilirəm ki, Mədəniyyət Nazirliyi bunun üzərində işləyir, mən də komissiyanın üzvüyəm ki, düzdür, biz indi sənət deyəndə deyə bilmirik ki, bu əsərdə faizlə da ölçə bilməyəcəksən. Amma hər halda təcrübəni istifadə eləyib, mənə elə gəlir ki, o ölçülə bilən məyarları biz üzə çıxartsaq, həm istedadsız, həm o xaltura deyirlər də olan rəssamların heç olmazsa sonsuz sərgilərin qarşısına almaq olar ki, istedadı olmayan ki, məsələn... Gik məzunuyam. Ayın xanımdan kursda oxumuşam Gikdə Moskvada. Deməli, baxın, bir bəstəkar musiqisini yazır, istənilən vaxt gedib onun müəllif hüquqlarında qeyd edir ki, bu musiqi bunun konkret olaraq buna məxsusdur. Bir dramaturg bir əsərin yazır, aparır müəllif hüquqlarına, bəli, peçatı möhürün vururlar ki, bu bunundur. Nə bilim, şair şeir yazıb, hamı yazır, aktyor hansı müəllif hüquqlarına məlum? Mən rol oynadım, mən onun necə müəllif hüquqlarını təsdiq edeyim. Baxın, misal üçün, biz kinoda çəkilirik, biz çəkildiyimizə görə pulumuzu aldıq. 5 manat, 10 manat, 20 manat bizə verdilər, biz
bu rolumuzun hansı müəllif hüquqların müəllifi ola bilərik də? Misal üçün, bizə əksinə pis toxunan odur ki, hansısa qurumların arasında ədavət gedir. Misal üçün də, mən neçə dənə filmlərdə çəkilmişəm. Demirəm yaxşı, pis, amma elə oldu ki, mən bizim Karifeylərin filmlərində, Eldar müəllimdən tutmuş və o birisi rejissorlara demirəm, çəkilmişəm. Heç bir o filmlər televiziyada getmir. Niyə getmir? Ona görə getmir ki, Gildiya deyir ki, bu mənim filmimdir, bu mənə məxsus deyil. Televiziya deyir ki, mən onu verə bilmirəm, çünki mənə vermirlər. Mənə neyini siz verə bilmirəm? Mən istəyirəm ki, mənim kinomu tamaşaçı baxsın. Aktör əksinə ona görə əziyyət çəkir ki, mən əziyyət çəkildiyim filmlərdə kiminsə ədavəti nəticəsində mənim çəkildiyim kinoları bilir. Bu dəqiqə bax, Oqtay müəllim, bizim Karifey sənətkarımız oturur. Bir soruşun ki, kimdənsə, Oqtay müəllimin ən gözəl filmlərinin adını çəkir burada. Baxmamışıq axı biz televizorda onları vermirlər. Sonra mənim onun sevdiyim kinoların arasında eləsi var ki, mən deyərəm ki, misal üçün, heç kəs baxmıyım da orada. Ona görə baxmıyıq ki, televiziyalar onu verə bilmirlər. Mən də bilmirəm ki, o müəllif hüququ kimə məxsusdur kino. 30-cu ildə kino çəkilib ki, televiziya deyir ki, mənə vermirlər, çünki filan keçən məxsusdur. Biz çəkilmişik, işləmişik, əziyyət çəkmişik. Biz dedik ki, tamaşaçımız, bizim xalqımız, bizim cəmiyyətimiz o kinonu görsün. Necə görsün? Arada nə var? Pul var, ədavət pulu var. Bu deyir ki, mən vermirəm, sən mənə pul ödə, mən sən... Axı da biz stradat edirik. Biz aktörlər stradat edirik. Tək siz yox, həm də mədəniyyətimiz, Cavanşir, həm də mədəniyyətimiz ondan əzab çəkir. Həm də mədəniyyətimiz bütövlükdə əziyyət çəkir ki, o filmləri siz demişək, bunu görmək lazımdır, göstərmək lazımdır. İnsanlar onlardan bəhrələnməlidir. Bir şey deyəcəm sizə, bir balaca mövzudan. Mən başqa bir ölkədə idim, Gürcüstanda da. Nəsə mağazindən olanda yazmışdı, Gürcü dilində yazılıb orada nəsə. Görürəm ki, qəşəng bir dənə lavaş var orada. Mən onu öz gözümlə görmüşəm. Gürcüyə deyirəm ki, burada nə yazılır? Armyanski lavaş. Necə yəni armyanski? Getmişik, restoranda oturmuşuq, menyu gətirirlər armyanski dolma. Mülkiyyət hüquqları niyə uduzurlar? O agentlik niyə uduzur erməniyə? Mən istəmirəm. Mən istəyirəm ki, mənim öz lavaşım, mənim öz dolmam, hər şey, mənim öz kinonun adı geçsin orada. Amma yox. Qarabağ əsəri kiminkidir, xanım? Fikrət Əmirovundur, yoxsa Ara Givarkyanındır? Kiminkidir o? Ara Givarkyanın 4 yaşı var idi Fikrət Əmirov onu yazanda. Amma adını yazdılar Ara Givarkyana. Qarabağın, Qarabağ əsərdə. Nəsə çox sağ olun. O da tamam bir başqa mövzudur. Bizim beynəlxalq müstəvidə, biz beynəlxalq deməli, insan hüququ, əqli mülkiyyət hüququ var və beynəlxalq müstəvidə bizim orqanlarımız bundan çalışırlar, yəni iş görsünlər və mən sizə deyim ki, lavaşı Azərbaycan adından, Azərbaycan dövlətinin adından UNESCO-da mən bildiyimə görə qeydiyyatdan keçiriblər və bu Azərbaycana məxsus olduğunu. Eləcə də digər, məsələn, Kəlağa ailəsindən başqa şeylər var ki, Azərbaycan adından qeydiyyatdan keçiriblər. Bu ayrı mövzudur. Amma mən bugün deyirəm ki, bax, niyə biz, siz, bax, elə siz dediniz bu aktyorlar, bax, niyə Oqtay müəllim, niyə bizim, bax, musiqi qardaşlarımız, bax, niyə onlar bu hüquqdan səmərəli istifadə edə bilmirik? Biz Azərbaycan cəmiyyəti olaraq bundan səmərəli istifadə edə bilmirik. Bax, bu niyə? Aydın müəllim, bir də çok yandığı məsələdir, mən deyəcəm. Çünki bax, Aydın müəllim görür, bax, cavan bəstəkarlar qoyduğu bir kənarı. Mən fakultəmizin 3 dənə cavan bəstəkar işləyir. Bax, mən sərdən oxuyuram, Mədəniyyət Nazirliyi tərəfindən keçirilən xüsusi qrant müsabiqəsi çərçivəsində, düzdürmü? Biz gəldik, yuxarı ilə bir quruma gəlib çatırıq. Bu faizdə bu qədər problemlər var. Bunlar nəql olunmalı, ondan sonra. Cavan bəstəkarlar, cavan bəstəkar. O yazmalıdır da, inkişaf eləməlidir, bütün janrlarda işləməlidir, bunu qədəmi işlətir, deyil mi? Ssenarist tutqu film yazırlar, işlənməsə qatılır. Bəstəkar işləməyəndə o artıq bəstəkarlıqdan çıxır. Onların müəllimləri, onları siz artıq musiqişinansınız, bəstəkar deyilsiniz. Uşaq gedir, uşaq gəldi, mənə uşaqdır, gedir qapıları döyür, alınmır. Onun əsərləri səslənməlidir. Niyə Mədəniyyət Nazirliyi birinci onların əsərləri səhnəyə qoyulmalıdır, yazılmalıdır, ondan sonra onların nəzir hüquqları məsələsi çıxmalıdır ortalığa. Bunlar qapıda simfonik əsər yazılır, çaldırmaq üçün simfonik orkestrlar, bunun pulu lazımdır. Bütün filarmoniya hamısı puldur. Başa düşürsünüz, bunu da deməli, qrant çərçivəsində o qrantlar olmalıdır. Bəstəkarların əsərləri, cavan bəstəkarlara
səhnə verilməli, meydan verilməli. Bu bir. İkinci, yaxşı, bunlar cavanların problemi. Arif Məlik Qulunu bilirsiniz ki, çox məşhur bəstəkardır, dünya üzrə məşhur bəstəkardır. O vaxtı Məbəd Əfsanəsi, Məhəmməd əsəri bütün dünyada yayıldı. Çünki o dövrdə tamam başı Sovet dövləti idi, Qaraqaraz vardı, onun əsasında durmuşdu. Baxmayaraq, 26 yaşı vardı. Və son 2 dənə o ibarəti səhnəyə ümumiyyətlə Azərbaycanda qoyuldu. Nəyə görə? Həmin o intriqalara görə. Çünki Arif Məlik xasiyyəti çox kobud idi, sərt idi və onun sərtliyinə görə də onu qəbul edəmir. Bəstəkarlar var, qəbul edəmir. Və xalqımızın onun əsərlərini görməyə haqqı yoxdurmu? Tamamilə. Həm də təkcə görməyə yox, həm də dünyaya çıxartmağa. İndi baxın. Dünyada çıxardılır, kəşfiyyatda qoyulur, Kıbrısda qoyulur. Niyə Azərbaycanda qoyulmuyor? İndi bax, burada bir məsələ də var, indi burada dedi çox gözəl. Birini də mən demək istəyirəm. Bax, indi onun sizin beyninizdə daimi qalması üçün deyim. Caşim müəllim, mən desəm ki, günəş şərqdə çıxır, qərbdə batır. Düz deyirəm, səhv deyirəm. Günəş şərqdə çıxır, qərbdə batır. Baxın, çox adam bilir ki, düz deyirəm. Sən dedin, düz deyirsən, hə? Deməli, günəş şərqdə çıxıb qərbdə batmır. Günəş bir yerdə durubdur, fırlanan yer kürəsidir. Və 600 il bundan qabaq Jordan'la Bruno'nu ona görə yandırdılar. Amma bizim beynimizdə otururdu ki, günəş çıxır və batır. İndi baxın, günəşin çıxıb batmağı, günəş çıxıb batmır. Eləcə də bizim müəllif hüquqları ilə bağlı problemlərimizdə Sovet dövründən qalma qalıqlar var. Biz onlardan aralanmalıyıq, biz onlardan çəkinməliyik. Biz yeni dövlət tərəfindən yeni mexanizmlər yaradılmalıdır, yeni qanunlar qəbul olunmalıdır. Və eləcə də insanlarımızın, müəlliflərimizin, deyək ki, o hüquq sahiblərinin özlərinin də dövlətdən nəsə gözləmək, nəsə deyək ki, o cəmiyyətdən nəsə gözləmək vaxtı keçibdir. Artıq yazıcısı öz əsərini özü yazıb, nəşriyyata verir, nəşriyyata pul ödəyir, əksinə onun əsəri alır, aparır, satır və s. Yəni yeni mexanizmlər meydana gəlir. Bax, biz buna da hazır olmalıyıq. Biz buna hazır ola bilməsək, hazır olmasaq, biz onda yeni mədəniyyət... Adman, o qədər maraqlı çıxış edir ki, adam istəyir oturur, sizə qulaqsa və çıxış elə bir dənə zəhmət olmasa reqlamit məsələsinə diqqət yetirək, mümkünsə. Bir də o qeydiniz məsələdən bax, Hüseyin xanımı qaldırdığı məsələdir, Cavan müəllim qaldırdığı məsələdir. Yəni, Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi buradadır, mənə də gəlir ki, ona reaksiya... Çünki o sorular aydınlaşsın, buyurun. Deməli, bütün bunların deyilənlərini mən bağlayıram. Bütün bunların hamısının deyilməyinin kökündə o durur ki, biz öz hüquqlarımızı bilməliyik, dövlətimizin verdiyi hüquqları biz bilməliyik və bu hüquqlardan istifadə etmək mexanizmlərini nəinki biz tətbiq eləməliyik, həm də onun təkmilləşməyinə müəllif kimi, sənətkarlarımız, yazıçılarımız, şairlərimiz, kino rejissorlarımız buna həm də kömək eləməli. Yəni, bunu dövlətin üstündə tamamilə buraxmaq düz deyil, eyni zamanda cəmiyyətin üstündə tamam buraxmaq düz deyil. İkisinin bu ortamını tapmaq lazımdır ki, ədəbiyyatımızla, mədəniyyətimizlə, elmimizlə, cəmiyyətimizlə inkişaf eləsin. Mən, yəni, zaman məsələsi demişdim ki, nə vaxt darıqsa, qarası, 5 sənədən işarələ mən dayanım. Çünki mənə sizə səmimi deyirəm, mənə evdə heç kim yoxdur, qulaqasan yoxdur, auditoriyam yoxdur, sizin kimi dərs demirəm. Ona görə əlimə belə bir gözəl məclis, belə bir mədən adıma düşəndə vaxta baxmadan, reklama baxmadan döşürəm gedir. Ona görə çox sağ olun, təşəkkür edirəm diqqətinizə görə. Təşəkkür edirəm, davam edən söyləyim. Mənə də gəlir ki, burada hörmətli Vüsal müəllimin və sözsüz ki, yeri gəlsə, içindən gəlsə, Əkbər müəllimin reaksiyasına ehtiyacımız var. Onlardan əvvəl bir məlumat üçün sizə deyim. Əkbər müəllim, bu məsələyə qaldırır cinayət hüququ istiqamətini. Bu günləri burada məclisimizdə Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin magistrantı əyləşib. Mövzusu nə olsa yaxşıdır. Müəllifi hüquqla və əlaqəli hüquqların pozulmasının, cinayət cəzasına pozulmasının istintaqı metodikasıdır. Nəmin xanım burada sizlə üzbəyiz əyləşib. Mən magistrantımdır, elmi rəhbəri mənəm. Qismətdən deyil oldu ki, layihə də keçib. Ona görə də təklif elədim ki, gəlsin, iştirak eləsin. Həm də yerdə insanların arasında görsün ki, insanlar hansı problemləri yaşayırlar, elm adamları, sənət. Yəni, yeganə məkandır ki, burada həm aşıq var, həm şair var, həm kino, yəni hamımızın belə deyək də təcrid edədiyimiz insan buradadır. Oqtay mənim burada iştirak eləməyə söz istəyir. Üzr istəyirəm digərləri. Aktörlərimiz burada əyləşib, musiqi şünaslarımız var. O baxımdan da, yəni bu rəssamlarımız burada əyləşib. O baxımdan bu auditoriya digərlərdən tam fərqlənir. Yəni, elə yer var ki, məsələn, biz iştirak eləmişik, ədəbiyyat şünaslar idi ancaq. Yəni, bu qədər
mədəniyyətimizi, incəsənətimizi əhatə edən demək, dahi sənətkarlarımızın bir arada olması və onların problemini ortaya gətirməmiz yəni bizim üçün. Ona görə Aydın müəllim istəyir ki, hər kəs bir fikrini desin. Biz də çox istəyərdik ki, bax, rastlaşdığınız o problemlərlə bağlı. Bu məsələ ilk dəfə qalxdı ki, aktyorun müəllifliyi yuxarıdadır. Çox özür istəyirəm. Bax, yenə də mən sual verdim. Bəstəkar yazdığını apara bilir. Aktyor nə yaparsın? Onun gözünü üzü istəyir. Ya da şunu demək olasın gedir. Oldu, uğur olsun. Hoş olsun. 2 dəqiqəlik Efendim, bize de verin. Müqar müəllim danışdı, biz Müqar müəllimi eşitməmişik. Deməli, mənim tələsdir deyil. Bu, siz dediniz ki, bəs aktyor deməli, müəllifin müqarəbəli hüquqlar haqqında müəllif qeyd edək. Deməli, müəllifin 2 hüququ var. Biri ati hüququ, yəni şəxsi hüququ. Biri əmək hüquqları, iqtisadi hüquqlar haqqında. O ki, qaldı aktyorlar. Aktyorlar ifaçılardır, fonoqram istehsalçılardır, yayın təşkilatlarıdır. Bunlar əlaqəli hüquqların subyektləridir. Elə boşluqlar var. Adətən də işlənən məkanlarda da, yaradıcı məkanlarda da nə quruluşçu rəssam, ya quruluşçu rejissor və yaxud şair, bunlar da öz hüquqlarını verirlər. Yalnız buxalteriya müraciət edirlər ki, sənə daha imza atmaq lazımdır, mənə bunu deyil. Yəni, biraz məlumatlı olduğu haqda da həqiqi mülkiyyət müdafiə etmir. Mənim tamaşam gedirdi bir teatrda uzun illər quruluşçu rəssam kimi işləmişdim. Və uzun illərdə ara sıra gözləyirdim, görüm, oradan mənə nəsə səs gəlir ki, quruluşçu rəssam oradan nəsə bir fikir götürəcək. Və nəticədə müəllif hüquqlarına müraciət etdikdə mən hatırlayıram. Oradan belə teatr vermir, bizə borcları var. Neçələr ki, bunlar vermirlər, bunlar vermirlər. Və belə bunlar vermirlər artıq. Mənim də yazmışdı, tanışıq artıq zaman keçirir bunlardan. Bu, inanmıram ki, bu məsələ həll olunan bir şey yoxdur. İkincisi, sadəcə mənim marağımdır ki, indi süni intellektdən istifadə edirlər. Tamaşalarda süni intellekt vasitəsilə musiqilərdən və stenografiyadan səhnə təqdimatında istifadə edirlər. Onun müəllif hüquqları nə cür hesab olunur? Yoxsa mən quruluşçu rejissor kimi görürəm ki, bəstəkar məndən 15.000 istəyir, ona pul verməkdən ötürü rahatça otururam, təhsilim də var, gücüm də çatır. Süni intellektdən əldə edirəm, gözəl bir tamaşa və tamaşa pul gətirib bəstəkar rejissor qaldır və ya süni intellektdə həmin tətbiqə mən nəsə deyilməli, təbii ki, düşünəcək, zaman artıq o tətbiqdə nəsə istifadə olunsa, o da ödəmiş olur. Amma hələlik ki, bu açıqdır. Yəni, istifadə edə bilərik mi? Çox rahatlıqdır. Yəni, istifadə edirik artıq. Və eləcə də animasiyada. Artıq, yəni, animator rəssamların əsəri... Öz-üzə süni intellektlərin fikrini göstərsiniz. Hə. Orada isə sadəcə qeyd olunur ki, afişada sənədləşməyə görə ki, musiqilərin tərtibatında və ya scenografiyada aidən istifadə edilmişlər, dizayner kimsə. Yəni, o məşğul bu işlər. Pul edəcək. Görürsün, nə qədər ciddi məsələlər qalxdı bu günləri. Yəni, bir kəlmə deyim. Deməli, sizin çıxışınızda orada gedən söhbətlər göstərir ki, bizim yaradıcı insanlarımızla hüquqşünaslar arasında bir əlaqə qurulmalıdır. Deputatlarla, yaradıcı insanlarla, deputatlarla qanunverici təkmilləşdirmək üçün Nazirlər Kabinetinin müvafiq şöbəsi ilə əlaqələr qurulmalıdır və bu göstərilən problemləri tədricən bunu birdən-bir eləmək mümkün deyil. Mən deyim, biz sosializmdən gəlmişik kapitalizmə, bu yeni bir sistemdir. Onu tədricən təkmilləşdirmək lazım. Bu birinci məsələ. İkinci məsələ, çox vacib bir mövzudur. Mən sizin məclisin əvvəlində dedim ki, bu haqda biz danışa bilərdik. Amma mən baxdım ki, bu mövzuya, yəni süni intellekt və yaradıcılıq problemləri biz qarışa bilmirik. Çünki auditoriyanın hələ bugünkü, belə deyək, o mövzuya girsən, oradan çıxa bilməyəcək. Biz hələ əqli mülkiyyətin nə olduğunu, necə qorunmalı, necə müdafiə mexanizmlərinin hələ ən primitiv hissəsindən söhbət edirik. Ona görə tamamilə doğrudur ki, süni intellekt bugün həyatımıza girir və biz birazdan sonra bizi məhv edə bilər. Hətta mən belə deyərəm, hətta məhv edə bilər. O süni intellekt bir tərəfdən inkişafa kömək edir, o bir tərəfdən isə bizim həyatımıza elə müdaxilə edir ki, biz artıq bizim aşıq yaradıcılığımıza ehtiyac olmayacaq, orada elə deyək ki, bizim kino ssenari yazmağa ehtiyac olmayacaq, bizim yeni məsələ yazmağa ehtiyac qalmayacaq. Çox ciddi mövzudur. Lazım olsa gələcək görüşlərimizin birində orada ayrıca söhbət edəyək.
Üzr istəyirəm, bir şey söyləyeyim. Sadəcə arzulayardır ki, aktyorlar müqavilə bağladığı, çəkiliş cəmaatı müqavilə bağlayanda, yəni o müqavilənin bizin sonunda şirkət hüquqşünasın hazırladığı müqavilə kimi. Və orada heç bir maddədə, heç bir mədddə aktyorun hüququ yoxdur. Mən özüm imzalayanda ki, 90 il mənim bu seriala heç bir hüququm yoxdur, yəni heç bir tələb edirlərəm, gülə-gülə imzalamışam. Bunu bu 90 il göstərir ki, mən şirkətin 90, o şirkətin özünə təzyiq edən bir hüquqi qurum varmı ki, yəni bu 90 il eləyə bilməzsən sən bunu. Sən bunu bu qədər müddət eləyə bilərsən. Hörmətli yurttaşlarımızla bu Sazişin büyük gücü var. Saziş bu nöqtədir. Bizdə elə Nöqtədir. qadağan aldım, zamançı. Əssalam, bitti. Müqavilə də olur göstərilir, faytumu. Diqqətli olmaq lazım. Diqqətli olduğumuz halda da biz imzalamasaq, значит, тебя нету. Ben elə bilirdim ki, olsa bu ən ağrılı nöqtələrə burada vurulacaq. Çox qlobal məsələlər qaldığınızda inşallah bizim də layihə üzrə elə məqamımız ondan ibarət problemləri götürüb, ümumiləşdirib müvafiq orqanlara, Əqli Mülkiyyət Agentliyinə, Mədəniyyət Nazirliyinə, Azərbaycan Respublikası Prezidentinin aparatına, Nazirlər Kabinetine onları onsa layihə üzrə biz göndəriyorlar. Bu məsələlər isə indiyə qədər deyim sizə ki, biz bir layihəni bitirmişdik, qalxmamışdıq. Yəni ona görə mənə görə ki, biz gələk buradan gəlib başlayalım. Ona görə, nəsə, icazənizlə Doktor Həsənov 2 kəlmə, yəni vaxtınızı almadan, cinayət hüquqi istiqamətində bir qalmadır. Müzakirələr aparıldı. Mən hesab edirəm ki, Əkbər mənim müəyyən qədər biraz praktik tərəflər haqqında danışdı. Mən əslində nəzəriyyədən danışmalıydım. Yəni, bu Əqli Mülkiyyət hüququ ilə bağlı məsələlərin cinayət hüquq münasibətlərində, inzibati münasibətlərində, mülki münasibətləri ilə bağlı çox vaxtınızı almıram. Sadəcə olaraq Məşəş mənim dediyi məsələ ki, biz keçən dəfə bizim müzakirələri aparanda, deyək ki, müəyyən məndə auditoriyamız tamam məsələli idi. Bu məsələlər çox belə qabardılmamışdır, ancaq artıq yenici tətbiq edilmiş ali məktəblərdə də, Respublikanın regionlarında, ali məktəblərdə bugün çox gözəl mədəniyyət ocağındayıq və daha çox intellektiv təkliflər. Sözümü nəyə gətirirəm? Biz artıq, biz hüquqşünaslar artıq bu məsələləri, problemləri ümumiləşdirməyə başlayırıq. Yaxşı haldır ki, vətəndaş cəmiyyəti olaraq bu məsələləri başlamışıq. Burada müxtəlif deyilir, dövlət orqanı və s. digər təşkilatlar. Mən hesab edirəm ki, artıq bu uzun müzakirələrdən sonra vətəndaş cəmiyyəti olaraq təklifləri biz çıxartmalıyıq. Burada müxtəlif sahələrə, mən və Əkbər məmnun fikir mübadiləsində məhkəmə təcrübəsinin özündə də bir vahid müəyyən mənada. Məsələn, bu cinayət məcəlləsində müəyyən orada göstərilir xeyli miqdarı məbləğin və əgər xeyli miqdar sizə ziyan vurdu. Bu xeyli miqdarı məbləği burada 1000 manat. Bu 1000 manat təbii ki azdır, yəni zaman gedir, inflyasiyalar gedir, bu məsələlərə yenidən baxılmalıdır. Müəyyən məsələlər var, qanunu sərtləşdirmək lazımdır. Məcəllədə hansı sərt addımında müxtəlif cəzalar var, ən sərt cəza maksimum bu hüquqları pozan, əngəlləyən şəxslər haqqında 2 ilə qədərdir. Bəlkə bu məsələyə bir münasibət dəyişilməlidir, müzakirə və məhkəmə təcrübəsinin, deyək ki, istər Konstitusiya Məhkəməsinin plenumunu, istər Ali Məhkəmənin plenumunu qədər getməkdən ötürü biz hesab edək ki, vətəndaş cəmiyyəti olaraq təklifləri hazırlanmalı və üstə gəldən qanunvericiliklə bağlı məsələlər də öz əksini tapmalıdır, biz bu təklifləri hazırlanmalıdır. Çox sağ olun. Teşekkür ederim. Ben bir daha hamıza teşekkür ederim. Vaktinizi aldığınıza göre. Ama bana öyle geldi ki artık cemiyetimizde öyle bir şərait yarandı ki tek devlet organları üzerinde bunu atmaq olmaz. Buna göre bir vətəndaş cəmiyyəti kimi, bir qeyri-hökumət təşkilatının üzvləri kimi və Bakı Dövlət Üniversitesi Hüquq Fakültəsinin bir müəllimi kimi ben o məsələni qaldırmaqda məqsədimiz oldu ki, cəmiyyətdə həmin vaxt hüquqi məsələlər qalxmalıdır. İndi hörmətli sənətkarımız oldu, deyir ki, aktörün heç bir hüququ yoxdur, amma daha təcrübəli insan deyir ki, müqavilədə olmuyor. Bəli, müqavilənin əgər o cür bağlanacaqsa, sözsüz heç bir hüquq olmayacaq. Ona görə biz
yəqin ki, Əkbər mənimlə bu məsələdə danışıb, yəqin ki, biz bu problemi qaldıracağıq. İnşallah yəqin aktyorların hüququ məsələsində, yəni mənə elə gəlir bir irəliləyiş olan gələcəkdə. Bugünkü tədbirin əhəmiyyəti nə oldu? Bugünkü tədbirin əhəmiyyəti oldu. İlk dəfədir, bax, siz şahidisiniz. Belə bir müzakirə olmuşdu mu? Bu məsələ qaldırılmışdı mı? Bax, belə çıxmaq yox. Yəni, biz elə bundan başlamaq istəyirik ki, yəni A hərfini yazmalıyıq ki, sonra ananı, atanı yaza bilək. Və bu günləri ən mühüm məsələlərdən biri onlar ibarətdir ki, biz bax, bir arada bunu müzakirə elədik. Siz yəqin ki, bu sizlər tələbələrinizə, işçilərinizə, aktyorlarımıza, rejissorlarımıza, rejissorlar gildiyasında Əkbər mənim xətti ilə orada sözsüz ki, bugün Ağsaqqal sənətkarımızın, Oktay mənim burada iştiraki, o bəzi məsələləri bizdən daha dəqiq nöqtə qoydular. Amma biz istəyirdik ki, bu nöqtə olmasın, bu davamlı olsun. Davamlı olsun ki, cəmiyyət bunu müzakirə eləsin. Televiziya verilişlərində müzakirə eləsin o bərbad verilişlərin yerinə. Bax, həqiqətən bu məsələ bu şəkildə qaldırılır cəmiyyət tərəfindən. Çünki bizim mənəvi baxımdan, mənəvi dünyamızı yaradan insanlar, mədəni dünyamızı yaradan insanların təminatı olmalıdır. Bax, bizim istədiyimiz oldu ki, bax, insanlarımız bu istehsal elədikləri əqli mülkiyyətinin materialından, onun məhsulundan özünün həyatını təmin etmək üçün istifadə edə bilsinlər. Ən önəmli budur və burada da bizim dəstəkçimiz dövlət təşkilatları kimi, Mədəniyyət Nazirliyidir, əqli mülkiyyət sahəsində dövlət agentliyimizdir. Yəni bu hörmətli Kəmran müəllim bu günlər gətirmişik, çoxlu bax, burada əsərləri görürsünüz, burada nümayiş etdirilir sizə. Yəni biz onun müəyyən hissəsini sıfır verəcək, kitablarınızda olsun, vaxtınız orada istifadə oxuyun, onlardan tanış olun və məramımız da bundan ibarətdir. Ölkəmizdə şükürlər olsun, hər şey qaydasında yeganə bizim vətəndaş kimi özümüzün öz hüquqlarımızı bilməyimiz və bunu tələb etməyimizdir. Bunun üçün yenə deyirəm, dövlət orqanları əllərini uzadıblar. Mədəniyyət Naziri özünün nümayəndəsi buradadır, layihəni verib ki, inkişaf edin. Əqli Mülkiyyət Agentliyinin şöbə müdürü gəlib oturub ki, suallar varsa, konkret şikayət varsa, onunla bağlı məsələni qaldırmaq olar. Və insanlara yenə bir maarifçi kimi bunları demək, öyrətmək, söyləmək. Və bu günləri demək, üzr istəyirəm, Aydın müəllim təşkilatın hüquqşünası olduğuna görə Mədəniyyət və İncə Tədbir Universiteti, ona görə biraz ondan çətindir mübahisə eləmək. Bəli, keçək vəkil, yəni bu günə praktiki vəkil, yenə deyəm, şükürlər olsun ki, o da indiyə qədər gəlmir. Mən sizin təşkilatda olanda görüşə gəlibdir. Bu günlər onun burada olmağı artıq praktikada olan o məsələləri və ən önəmli məsələlərimizdə bir yeni gəlirəm o məsələyə. Məsələlər hamısı onsuz da hüququn bir səviyyədə həll olunmalıdır. Bütün müharibələri isə sülh masasında, sülh danışıqları ilə başa çatır. Sülh danışıqlarda olur, razılaşmalarla asılıdır. Bax, yəni siz o bağladığınız müqavilələr üzrə, sizin işlədiyiniz insanlarla nətər razılaşırsınızsa, o da elə gedir. Yəni ona görə, bax, bayaq dediyim o müəllifin hüquqlarında çəkim. Yəni gəlin əl-ələ verək, yəni biz buna açığıq, biz buna hazırıq. Yəni sağ olsunlar, biz də dəstəkləyirlər, həm Mədəniyyət Nazirliyi səviyyəsində, həm sağ olsun Kəmran müəllim bütün kitabların hamısını o göndermişdik, aparıb fəaliyyət insanlara, yəni insanlarımızı maarifləndirək. Nigar xanıma təşəkkür edirəm ki, işini gücünü artdığı günlərimizi burada dəstəklədi və iştirak edir. Bu müəssisə, bu idarə mənim üçün həmişə əziz olub. Mən bilirsiniz, 15 il Ailət Seçim Komissiyasının büyük şahsı işləmişəm və o dövrdə Timurçu müəllim zamanında idi, yəni çox ciddi əlaqələrimiz var idi, yəni bunu müdafiə edən şəxslərlə bağlı, profesör, dosent olan insanlarla bağlı, xüsusilə də yaradıcı sahədə olduğuna görə burada elmi dərəcəsi olmadan profesör və dosent elmi adlarının verilməsiyə bağlı məsələləri o zaman birgə əldə etmişdik, yəni o dövrdə əsasnaməni biz işləmişdik, alətsiz məkanında. Ona görə mənim üçün doğma olan bu məkanda, Aydın müəllimin üçün doğma olan bu məkanda insanlarımızın həqiqətən də yaxşı yaşaması bizim ən böyük arzumuz. Yaxşı yaşayanda, imkan olanda, Brejnev olmaq deyildi, çörək olanda mahnı da olur. Yəni qadın top olanda başlayırsan zümzüm eləməkdə. Az adam oxumur axı. Ona görə də biz istəyərik ki, bu işdə bir yardımcı olaq sizə və onun üçün də biz sizin hər birinizə payladıq. Layihə çərçivəsində
yəni həm Mədəniyyət Nazirliyinin, həm də Əqli Mülkiyyət Agentliyinin dəstəyi ilə biz o təlimatları hazırladıq. Daha doğrusu, əqli mülkiyyət sahəsində olan qanunverici aktların toplusunu hazırladık. Arada bir vaxtınız olanda bir vərəqləyin, baxın, hüquqlarınızı bilin, nələr var, nə